Heç kim bizimle diktat ve ultimatum diliyle danışabilmez. Qarabağ Azərbaycandır. 6 il əvvəl bu səs Ermənistanın belini qırmışdı. BMT-nin 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Və bugün həmin səs yenidən İrəvanın mərkəzindədir. Qalib lider Ermənistan ekranlarından bütün dünyaya Qafqazın xilas manifestini elan etdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Müharibə bitdi. Suverenlik bərpa olundu. Bəs Əliyevin İrəvan mesajı revanşistləri niyə dəhşətə saldı? Bakı düşməni güllədən daha kəskin hansı silahla ram etdi? Separatçıları susturan tarixi həqiqətlər. Əziz Əlbelinin təhlilində saat 20:40-da Today Press TV-də.